Peyğəmbər salavatullah, Behzətdən əvvəl də təmkinli, ağır və sakit xasiyyətli, kamil şuurlu, bütün gözəl əxlaqi məziyyətləri özündə birləşdirmiş ən ali xüsusiyyətlərə malik və ən xeyrxax işlər görən şəxsiyyət idi. İlahi vəhlərin göndərilməsi və onların Peyğəmbər tərəfindən necə qəbul olunmasına işarə edən Qur'an ayələri hər hansı bir tərəddüd və şübhə üçün yer qoymadan açıq-aydın şəkildə bəyan edir ki, Peyğəmbər öz nəcib qəlbi ilə qəbul etdiyi Allah Taala'nın bütün əmrlərini və qadağalarını arxayınlıq və qətiyyətlə yerinə yetirməyə tam hazır idi. İndi isə Nəcm surəsindən misal gətirdiyimiz ayələrə bir daha nəzər salmaq və bununla bağlı digər ayələri də qeyd etmək yerinə düşərdi. And olsun çıxmaqda və batmaqda olan ulduza, yaxud and olsun cin və şeytanlara enən yandırıcı od parçalarına, yaxud baş qaldıran bitkiyə, yaxud Qur'anın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə. Sizin yoldaşınız və dostunuz Muhammed nə əməldə səadət yolundan çıxıb və nə də əqidəsində haqdan azıb. O, Qur'anın və ilahi tapşırıqların çatdırılmasında əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız yuxarı aləmdən ona ilham olunan vəhiydir. Onu ona, Peyğəmbərə qüvvələri möhkəm və güclü olan əmanətdar Cəbrail öyrətmişdir. Yaradılışında güc və qüvvə və ağılda möhkəmlik və mətanət sahibi olan, beləliklə o, özünün əsl qiyafəsində Peyğəmbər salavatullahın qarşısında dayandı. Yerdən üstün üfüqdə olduğu halda. Sonra Peyğəmbərə yaxınlaşdı və daha yaxın oldu. Beləliklə, onunla Peyğəmbərin arasında 2 kaman yaxud 2 dirsək qədər və ya daha az məsafə var idi. Beləliklə də Allahın bəndəsinə, Muhammədə həqiqət və sirlərdən vəhy etdiyini vəhy etdi. Peyğəmbərin qəlbi gördüyündə Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və yalan demədi. Nəcm surəsi 1-11-ci ayələr. De, mən öz Rəbbim tərəfindən Qur'an və vəhy kimi aşkar bir dəlilə əsaslanıram. Ən'am surəsi 57-ci ayə. De, mən də sizin kimi yalnız bir bəşərəm, lakin mənə vəhy olunur. Kəhf surəsi 110-cu ayə. De, mən sizi yalnız vəhy vasitəsilə qorxuduram. Ənbiya surəsi 45-ci ayə. De, həqiqətən mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Ənbiya surəsi 108-ci ayə. Qur'anın sənə vəhy edilməsi sona çatmamışdan qabaq, onun mənimsənilməsi və oxunmasında da tələsmə və ey Rəbbim, mənim elmimi artır, de. Taha surəsi 114-cü ayə. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Səba surəsi 50-ci ayə. Ya Peyğəmbər, de, bu mənim yolumdur. Mən və mənə tabi olan hər bir kəsi bəsirət və göz açıqlıqla Allaha tərəf dəvət edirik. Yusuf surəsi 108-ci ayə. Əgər biz bu mübarək Quran ayələrində deyilənləri bilsək, o zaman müasir tarixi mənbələrə müraciət edib həmin aydın ayələrdən və onlara bənzərlərdən xəbərdar ola bilərik. İmam Əhməd demişdir:
Əbdürrəzzaq və Müəmmər bizə Zühəriyə istinadən Ürvənin Ayşədən belə eşitdiyini söylədi. Peyğəmbər salavatullahın vəhyə başladığı ilk şey doğru yuxu görməsi oldu. O yalnız sübh şəfəqi kimi yuxu görər, sonra bu boşluq dolar və hər şey əyan olardı. Sonra Hira mağarasında xəlvətə çəkilər və dini ibadətlərlə məşğul olardı. Ondan sonra Xədicənin yanına qayıdardı ki, təzə yuxular görsün. Bu vəziyyət ona Hira mağarasındaykən həqiqət əyan olana dək davam etdi. Bu mətnin əvvəlində qəribəliyə səbəb olan heç nə yoxdur. Yeganə qeyri-adi şey Ayşənin vəhy başlanan zaman onunla olmamasıdır. Mətndə açıq-aydın göstərmir ki, Ayşə kimdən bu məlumatları əxz etmişdir. Özü də bunu birbaşa Peyğəmbərə istinadən söyləmir. Lakin mətnin sonunda əlbəttə qəribəlik doğuran məqam vardır. Ayşə sözünə davam edərək demişdir. Sonra Xədicə ondan ayrılmış və gedib əmisi oğlu, həm də atasının dostu olan Vərəqə İbni Nofəl İbni Əsəd İbni Əbdülüzza İbni Quseyyi Peyğəmbərin yanına gətirdi. Vərəqə cahiliyyət dövründə xristiyanlığı qəbul etmiş bir şəxs idi. O ərəbcə gözəl yazırdı və İncildən ərəbcə çoxlu yazılar yazmışdı. O, böyük şeyx idi və gözləri də tutulmuşdu. Xədicə soruşdu. Hansı əmi oğlu qardaşın oğlundan daha sözə qulaq asandır? Vərəqə cavabında, mənim qardaşım oğlu. Nə olub ki? Dedi. Sonra Peyğəmbər salavatullah ona gördüklərini danışdı. Vərəqə dedi, bu qanunlar Musaya nazil olmuş qanunlardır. Nə olardı onlar təkrar olaydı? Nə olardı mən hələ ölməmişdən qövmümün ona doğru gəlməsini görəydim? Peyğəmbər buyurdu, məyər onlar dinlərindən çıxarlarmı? Cavabında Vərəqə, bəli, çünki inadkarlıqdan savayı sənin gətirdiklərini heç bir kəs gətirməmişdir. Əgər mən də səninlə bərabər yaşasam, sənin qələbən üçün əlimdən gələni edərəm, dedi.